Təsəvvür edin, bir zamanlar dünyada heç piyada zolağı yox idi. Küçədən keçmək ömrü riskə atmaq demək idi. Bəs ilk piyada zolağı nə zaman, harda və hansı səbəbdən çəkilib? O dövrdə şəhərlərdə avtomobillərin sayı getdikcə artdığına görə piyadalar və avtomobillər arasında xaos yaranmışdı. Polis nümayəndələri isə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün küçələrin bəzi hissələrində piyadalar üçün keçid deyə işarələr qoymağa başladılar. Bunun ilk təcrübəsi isə Böyük Britaniyada 1934-cü ildə, daha konkret desək, Slough şəhərində qurulub. O vaxt sürücülər bu zolaqları görüb nə edəcəklərini bilmirdilər. Bəziləri saxlayırdı, bəziləri isə yerə naxış çəkiblər deyib yollarına davam edirdilər. Belə ki, heç ilk piyada zolaqları ağ rəngdə deyil, mavi, sarı, qara və ağ rəngin müxtəlif tonlarından istifadə olunaraq çəkilirdi. Çünki təcrübə zamanı həm piyadalar, həm də sürücülər üçün ən diqqət çəkici olan qara yol üzərində ağ zolaqların çəkilməsi idi. Beləliklə 1949-cu ildə Böyük Britaniya bu formatı standart kimi qəbul etdi. 1951-ci ildə isə rəsmi olaraq ilk dəfə İngiltərənin Berkshire şəhərində ilk piyada zolağının yaranması baş tutdu. Sadə görünsə də bu ağ xətlər milyonlarla insanın həyatını xilas etdi. Edilən tədqiqatlar da onu göstərir ki, bu zolaqların olduğu ərazilərdə qəza faizi 60% azalır. İndi bu xətlərin üzərində dayandıqda unutmayın ki, bu sadəcə ağ boya deyil. Bu təhlükəsizliyin tarixi bir anıdır və hər addımında bir həyat xilas edir.